Salamünaleyküm dəyərli şəhidlər. Kimya test toplusu 1-ci hissə 2025-ci il maddə miqdarı Avogadro qanunu bölümündə olan eyni adlı mövzu, yəni maddə miqdarı Avogadro qanunu mövzusunun suallarına bərabər baxaq. Bismillah. Sual 1. Hansı maddənin 100 qramı normal şəraitdə daha çox həcm tutar? Dəyərli dostlar, əgər kütlələr bərabərdirsə, emiri balaca olan qazın həcmi də mol miqdarda, molekul sayı da daha çox olacaq. İndi əgər bizə deyir ki, hər birindən 100 qram götürülübsə, onda emiri ən balaca olanın həcmi daha böyük olacaq. Emiri ən balaca olan maddə də burada amoniakdır. Sual 2. Müəyyən həcm metanın kütləsi 80 qramdır. Həmin həcm azotun kütləsi neçə qram olar? Belə bir düsturumuz var. Mx bölünsün My bərabərdir. Molyar kütlə x bölünsün molyar kütlə y vurulsun Vx vurulsun Vy. Baxın, belə bir gözəl, göyçək düsturumuz var. Dəyərli dostlar, gəlin qiymətin yerinə qoyaq. Bax, deyir ki, müəyyən həcm metan kütləsi 80 qramdır. 80 qram bölünsün. Sonra azotun kütləsi neçə qram olar bilmirəm. Buna bir sual işarəsi deyirəm. Bərabərdir. Sonra metanın molyar kütləsi 16-dır. Vurulsun həcmə bir dənə V hərfi deyirəm, qalır. Azotun molyar kütləsi də 28 qramdır. Buna da bir V hərfi deyirəm, qalır. Dəyərli dostlar, buradan V-lar ixtisar gedir. Mübarək sual işarəsində tapmaq üçün nə edəcəyik? 80-i vuracaq 28-ə, bunu böləcəyik 16-ya. Bu da eləyəcək 140. Yəni düzgün cavabımız Y variantı. Sual 6. Eyni şəraitdə 6 litr propanda olan molekulların sayı 3 litr asetilində olan molekulların sayından neçə dəfə çoxdur? Dostlar, propanın və asetilinin hansı maddə olduğu heç sizə lazım deyil. Sadəcə olaraq onların qaz olduğunu bilin, bitdi. Belə bir düsturumuz var. Deyir ki, nü bölünsün, nü1 daha doğrusu bölünsün, nü2 bərabər olacaq, V1 bölünsün, V2, bu da bərabər olacaq, N1 bölünsün, N2. Bu, Avogadro qanunundan çıxan nəticədir. Mənə baxın, bu düsturun gördüyünüz bu kusoku lazımdır, bu hissəsi lazımdır. Bizə birinci həcm V1-ə deyir 6 litr, bölünsün V2-ə deyib 3 litr. Yazıram bura, bərabərdir. N1 bölünsün N2, bu da bərabər olacaq, dəyərli dostlar, 2-yə. Yəni düzgün cavabımız B variantı olacaq. Sual 4. Eyni şəraitdə 5 litr etilendə olan molekulların sayı 2,5 litr asetilində olan molekulların sayı neçə dəfə çoxdur? Düsturumuz N1 bölünsün N2 bərabərdir. V1 bölünsün V2. Bu da bərabərdir. 5 litr bölünsün 2,5 litr. Bu da bərabərdir 2. Yəni C variantı olacaq. Sual 5. Eyni şəraitdə bərabər sayda azot və oksigen molekulları götürülüb, qazların kütlələri arasında münasibət necədir? Əgər bərabər sayda molekul deyirsə, dəyərli dostlar, gəlin belə eləyək. Hər birindən 6,2 vurulsun 10 üstü 23 molekul götürək. Bu da nə deməkdir? Bu da 1 mol deməkdir. Dəyərli dostlar, 1 mol azotun kütləsinə gəlincə bu eləyəcək 28 qram. Niyə? Çünki emeri 28-dir. Oksigenin isə eləyəcək 32 qram. Onda belə çıxır ki, oksigenin kütləsi azotun kütləsindən daha artıq olacaq. Yəni düzgün cavabımız olacaq C variantı. Sual 6. Eyni şəraitdə bərabər kütləli azot və oksigen qazları götürülüb. Qazların həcmləri arasında münasibət necədir? Dostlar, əgər bərabər kütləli deyirsə, emeri balaca olanın həcmi də, molekul sayı da, mol sayı da artıq olacaq. Bərabər kütləli deyirsə. Azotun emeri 28, oksigen emeri 32 olduğuna görə azotun həcmi də, yəni emeri balaca olan olduğuna görə həcmi də, nə bilim, molekul sayı da, nə bilim, mol sayı da daha artıq olacaq. Ona görə düzgün cavabımız azot həcmi böyükdür oksigen həcmindən. O da hansı variantdadır? D variantındadır. Sual 7. 5 mol H2S-də neçə molekul var? Hər bir maddənin 1 molunda var 6,2 vurulsun 10 üstü 23 ədəd molekul. Bəs onda 5 molda nə qədər molekul var? 5 molda da təbii ki, bundan 5 dəfə artıq olacaq. Yəni olacaq 3,1 vurulsun 10 üstü 24 A variantı. Sual 8. 224 litr karbon qazında neçə molekul var? Dəyərli dostlar, hər bir qazın normal şəraitdə həcmi
1 molunun həcmi 22,4 litrə bərabərdir. Baxın, bu 1 mol deməkdir. Əgər 224 litr deyirsə, bu da 10 dəfə artıq olduğuna görə 10 mol deməkdir. Dahası, hər bir maddənin 1 molunda olan molekul sayı 6,2 vurulsun 10 üstü 23 ədəddir. Onda 10 molunun molekul sayı nə qədərdir? 10 dəfə artıq olacaq. Yəni 6,2 vurulsun 10 üstü 24 ədəd olacaq. Düzgün cavabımız olacaq D variantı. Sual 9. 15,8 qram natrium 2 SiO3-də kükürt atomlarının sayını göstərin. Dəyərli dostlar, bu maddənin emiri 158-dir. Yəni bu maddənin, baxın, 1 molunda olacaq 158 qramlıq bir kütlə. Əgər bizə 15,8 qram deyirsə, bu maddədən neçə mol götürülüb? Allah bilir. Allahın izni ilə mən də bilirəm ki, bu bərabərdir 0,1 mol deməkdir. Dahası, bu maddənin, dostlar, 1 molunda görürsünüz 2 mol, yəni 2 vurulsun, 6,2 vurulsun 23 ədəd kükürt atomu var. Yəni, bu maddənin 1 molunda 2 vurulsun, 6,2 vurulsun, 10 üstü 23 ədəd kükürt atomu var. Bəs bu maddənin 0,1 molunda neçə dənə kükürt atomu var? Allah bilir. Allahın izni ilə mən də bilirəm ki, bu eləcə 0,2 vurulsun, 6,2 vurulsun, 10 üstü 23. Yəni, bu da eləyəcək neçə? 1,204 vurulsun, 10 üstü 23 edəcək. Sual 10. 0,1 mol X brom 3 brom 3-ün kütləsi 2,67 qramdır. X-in nisbi atom kütləsini müəyyən edin. Dostlar, maddəyə baxırıq. X brom 3 və bunun 1 molunun kütləsini hesablayaq. Dostlar, bu 1 molunun kütləsi. Burada görürsünüz bir dənə X var. 3 dənə də brom var. 1 bromun kütləsi də 80-dir. 3 vurulsun 80. Qısası bu maddənin emeri nədir? X plus 3 ilə 80 vuranda eləyir 240. Bu maddənin 1 molunun kütləsi X plus 240 qramdır. Bəs bunun deməzsənmi 0,1 molunun kütləsi də eləyirmiş 2,67 qram. Bitdi. Biz bu tənasübü hesablayacaq. Buradan da X bərabər olacaq 27-yə. Düzgün cavabımız B variantı olacaq. Sual 11. Müəyyən həcm propan kütləsi 8,8 qramdır. Həmin həcm karbon monoksidin kütləsi neçə qram olar? Belə bir düsturumuz var. M propan, propanımız deməli C3H8-dir. M C3H8 bölünsün MCO bərabərdir. Malyar kütlə C3H8 vurulsun həcm C3H8 bölünsün malyar kütlə dəm qazı vurulsun həcm dəm qazı. İndi qiymətləri yerinə qoyaq. Baxın, müəyyən həcm propanın kütləsini 8,8 verib. 8,8 bölünsün. Karbon monoksidin kütləsi neçə qramdır bilmirəm. Buna bir X deyim. Bərabərdir. Propanın malyar kütləsi 44-dür. Baxın, burada verilibdir. Onun həcmi isə V hərfi ilə işarə edəcəm. Dəm qazının kütləsini 28 götürəcəm, malyar kütləsini. Baxın, burada verilibdir o ədəd. Həcmi də elə V götürəcəm. Niyə? Çünki mənə deyir həmin həcm. Həcmlər bərabərdir. Onda həcmlər buradan ixtisar gələcək. X də buradan bərabər olacaq. 8,8 vur 28 bölünsün 44. Bununla bu ixtisar gələcək. Yuxarıda qalacaq 0,2. 0,2-ni də 28-ə vuranda 5,6 eləyəcək. Yəni B variantı olacaq. Sual 12. 18 qram X2O maddəsində olan bütün atomların sayı 6,2 vurulsun 23-ə bərabərdir. X elementinin nisbi atom kütləsini müəyyən edin. Yazıram bu maddəni X2O. Və burada dostlar bir məsələ var. Yəni bunun emerini hesablayaq. Emeri necə eləyəcək? 2x plus 16 eləyəcək. Niyə? Oksigen bir dənədir, 16-dır. X-dən də bilmirəm kütləsi neçədir, belə. Və mən burada nə görürəm? Görürəm ki, əgər kütlə belə olsaydı, burada baxın, 2 dənə X, bir dənə də oksigen, yəni ümumilikdə 3 vurulsun, 6,2 vurulsun, 10 üstü 23 ədəd atom olardı.
İndi mənə şərtdə deyir ki, 6 tam %2 vurulsun 10 üstü 23 dənə cəmi atom var və kütlədə 18 qramdır. Dəyərli dostlar, bununla bu ixtisar geçsinlər. Nə edəcəm? 2x plus 16 bərabərdir 3 vurulsun 18. 2x plus 16 bərabərdir 3-ü də 18-ə vuranda neçə eləyəcək? Deməli, 54 eləyəcək. Sonra 2x bərabərdir. 54-dən də 16 çıxanda eləyəcək 38. X də bərabər olacaq 19. Sualımızın düzgün cavabı Y variantı olacaq. Sual 13. 1 tam 505 vurulsun 10^23 sayda dəm qazı molekulu neçə qramdır? Dəm qazı molekulu, dəm qazı özü belə yazılır, CO. Və mən görürəm ki, bunun əgər 1 molunu, yəni 1 mol da deməkdir, 6 tam %2 vurulsun 10^23. Bu qədər molekulu götürsən, bunun kütləsi eləyəcək 28. Niyə 28 qram? Çünki karbon 12-dir, oksigen də 16-dır, toplayınca bunun emeri 28 eləyir. Hə, 1 molunu götürəndə də 28 qramdır. Bəs indi 1 tam 505 vurulsun 10^23 qədər molekul neçə qramdır? Allah bilir. Allahın izni ilə mən də bilirəm ki, bununla bu ixtisar gedəcək, aşağı qalacaq, neçə olacaq? Aşağıda 1 olacaq, yuxarıda olacaq 4. 4x bərabər 28 isə x də bərabər olacaq 7-yə. Yəni düzgün cavabımız D variantı olacaq. Sual 14. 9-dan %3 vurulsun 10^23 sayda oksigen molekulu neçə qramdır? Oksigen belə yazılır, O2. Bu şəkildə yazılır. Və mən əgər bundan 1 mol, yəni 6 tam %2 vurulsun 10^23 ədəd molekul götürəcəmsə, bunun kütləsi olacaq 32 qram. Amma 9 tam %3 vurulsun 10^23 molekul kütlə eləyəcək x. X də buradan bərabər olacaq. Bununla bu ixtisar eləyəcək, aşağıda qalacaq. Deməli, 1.5. 1.5 də 32-ə vuranda eləyəcək 48. X bərabər imiş 48-ə. Sual 15. 1.5 mol H xlorda cəmi neçə atom var? Dəyərli dostlar, H xlor. Əgər mən bundan 1 mol götürsəydim, baxın görürsünüz, burada 1, bu da 1. Cəmi 2 vurulsun 6/2 vurulsun 10^23 qədər molekul olacaq. Yəni bu maddənin 1 molunda atom sayı 2 vurulsun 6/2 vur 10^23 ədəd olacaq. Mənə deyir ki, 1.5 mol götür. Tamam, 1.5 mol götürür. Nə qədər atom olacaq? X qədər. X də buradan bərabər olacaq. 1.5-i vuracam 2 eləyəcək 3. 3-ü də vuracam 6/2 vursun 10^23-ə eləyəcək. Gördüyünüz bu C variantındakı mübarək ədəd. Sual 16. 4 tam %48 litr CH4 neçə qramdır? Normal şəraitdə hər bir qazın 1 molunun həcmi 22,4 litrə bərabərdir. Yəni, bu CH4-ün də 1 molunu götürsəydim, o zaman onun həcmi olacaqdı 22,4 litr və bunun kütləsi də olacaqdı 16 qram. 1 molunun kütləsidir, çünki emir qədər qrama bərabər idi. Bəs görəsən, bu 4 tam %48 litrinin kütləsi nə qədərdir? Allah bilir. Allahın izni ilə mən də bilirəm ki, bu da bərabərdir. Buna bu ixtisar gələcək 0,2 qalacaq. 0,2-ni də 16-ya vuranda eləyəcək 3.2. Yəni D variantı olacaq. Doğru cavab. Sual 17. 112 litr normal şəraitdə karbon qazı neçə qramdır? Deməli, karbon qazı belə şey yazılır. CO2. Bu karbon qazının əgər mən 1 molunu, yəni 22,4 litrini götürsəydim, bunun kütləsi eləyəcəkdi, baxın, 44 qram. Bəs görəsən, 112 litrlik bir karbon qazı neçə qramdır? Buna bir x-dir. X də buradan bərabər olacaq. Buna bu ixtisar gələcək 5 dəfə. 5-i də vuracam 44-də. Bu da eləyəcək 220. Yəni, düzgün cavabımız C variantı olacaq. Sual 18. 1,505 vursun 10^25 sayda xlor molekulu neçə moldur? Deməli, yazıram sualımızı. Xlor yazır, xlor 2. Bu maddədən söhbət gedir və əgər bundan mən 1 mol götürəcəmsə, burada olan molekul sayı nə qədərdir? 6,2 vurulsun 10^23 ədəddir.
Görəsən mən bundan neçə mol götürmüşəm ki, burada olan molekul sayılı 1,505 vurulsun 10 üstü 25. Değerli dostlar, bununla bu ixtisar gələcək. Deməli, yuxarıda qalacaq 4. Sonra bununla da bu ixtisar gələcək. Deməli, əgər bölünəndə nə olacaqdır? Burada qalacaq 10 üstü 2, yəni 100 qalacaq qısası. Qısası 4x bərabərdir. Əgər 100-dürsə, o zaman x-imiz bərabər olacaq 25. Yəni düzgün cavabımız A variantı olacaq. Sual 19. Bizə deyir ki, 5,6 qram kalium OH neçə moldur? Kalium OH-ın emeri 56-dır. Yəni, əgər mən bu maddədən 1 mol götürəcəmsə, bunun kütləsi 56 qrama bərabər olacaq. Bəs görəsən, mən neçə mol götürmüşəm ki, bu mübarək zatdan bunun kütləsi olub 5,6 qram. O zaman x bərabər olacaq 0,1 mol, yəni B variantı. Sual 20. Bizə 3 dənə fərqli qaz veribdir və maddə miqdarlarını veribdir və həcmlərini soruşur bizdən. Dəyərli dostlar, fikir verin, maddə miqdarları bərabərdir, molları bərabərdir. Əgər qazların molları bərabərdirsə, bunların həcmləri də bərabər olacaq. Yəni, məsələn üçün deyirəm, hər birinə deyək 1 mol, əgər hər biri 1 molsa, hər biri normal şəraitdə həcmdə 22,4 litrə bərabər olmalıdır. Onda belə çıxır ki, qazların hansı qaz, yüngül, ağır və s. olmasından asılı olmayaraq, əgər maddə miqdarları bərabərdirsə, bunların həcmləri də bərabərdir anlamına gəlir. Yəni, düzgün cavabımız D variantı. Sual 21. 5,4 qram suda neçə molekul var? Dəyərli dostlar, su belə yazılır, H2O. Və biz görürük ki, bunun 1 molunda, yəni, deməli, molekul sayı əgər 6,2 vurulsun 10 üstü 23 sayda olacaqsa, kütlə 18 qramdır. Baxın, emeri 18-dir. İndi mənə deyir, bunun kütləsi 5,4 qram olub. Bəs indi nə qədər molekul var? X qədər molekul var. Bu x də bərabər olacaq. Bununla bu ixtisar gələcək. Deməli, burada olacaq 0,3. 0,3-ü də vuranda 6,2 vurulsun 10 üstü 23-ə gördüyünüz Y variantındakı mübarək ədədi almış olacaq. Sual 22. 13,8 qram kalium karbonatda olan kalium atomlarının sayını hesablayın. Deməli, yazılıbdır kalium 2CO3. Dəyərli dostlar, mən əgər bundan 1 mol götürsəm, yəni 138 qram götürsəm, mən görürəm ki, burada 2 vurulsun, 6,2 vurulsun 10 üstü 23 ədəd kalium atomu var. Bəs görəsən, 13,8 qram götürsəm, nə qədər kalium atomu var? Bir x qədər. Bununla da bu ixtisar gələcək. Aşağıda qalacaq 0,1. 0,1-i də vuranda, deməli, 2-yə, baxın, belə olacaqdır, yəni 0,1 vurulsun 2, vurulsun 6,2 vurulsun 23 deyə bir ədəd almış olacaq. Bu da bərabər olacaq. 1,204 vurulsun 23, yəni C variantında olduğu ədəd alacaq. Sual 23. Normal şəraitdə eyni sayda molekulu olan 2 qaz verib və deyir ki, nə fərqlidir burada? Əgər molekul sayları eynidirsə, bunların hökman mol sayları da eyni olmalıdır. Təbii ki, bunların atomların sayı fərqli olacaq. Bax, mol sayları eynidir. 1 olan sıraları götürməyəcəyik. Bunların atom sayları fərqlidir. Yəni, bizə nə deyir? Bizə deyir ki, baxın, 1 mol X2, Y4 götürək və 1 molda nə götürək? X3, Y8 götürək. Mən niyə 1 mol götürürüm hər ikisindən? Mənə deyir, eyni sayda molekullar olan. Molekul sayları eynidirsə, bunların mol sayları da eyni olacaq. Yəni, molekul sayları eynidirsə, məsələn, hər ikisindən 6,2 vurulsun, 23 ədəd molekul götürmüşəm. Bu da nə deməkdir? Bu da elə 1 mol deməkdir. Yəni, əgər molekul sayları eynidirsə, molları da eynidir anlamına gəlir. Yəni, gələk bunların atom saylarına baxaq. Dəyərli dostlar, birincidə 6 dənə atom var, yəni 6 ena qədər atom var. İkincidə 3 8, 11 ena qədər atom var. Yəni, atom sayları hökmən fərqlidir. İkini götürəcəm. Kütlələr də fərqlidirmi? Təbii ki, birincinin kütləsi 2x plus 4y qədərdir. İkincinin kütləsi 3x plus 8y qədərdir. Tabii ki, kütlələr də fərqli olacaq. Ona görə düzgün cavabımız Y variantı olacaq. Sual 24. Normal şəraitdə eyni sayda molekulları olan X2Y6 və X4Y8 qazlar üçün
Nə fərqlidir? Əgər eyni sayda molekulları olan deyirsə, gəl hər ikisindən 6,2 vurulsun 10 üstü 23 ədəd molekul götürək. Təbii ki, bu qədər molekul da nə deməkdir? 1 mol deməkdir. Söz bu molekul deyirəm, amma atom demirəm. Baxın, molekul deyirəm. Bu da 1 mol deməkdir və 1 mol qazın da bütün qazlarında eyni şəraitdə həcmləri bərabər olur. Yəni normal şərait götürsək, bu eləcə 23,4 litr. Qısası nə fərqlidir deyirsə, bunların mol sayları fərqli ola bilməz, həcmləri fərqli ola bilməz. Sadəcə kütlələri fərqli olacaq. Birincinin kütləsi olacaq 2x plus 6y, ikincinin kütləsi 4x plus 8y olacaq. Yəni yalnız kütlə fərqli olacaq. Düzgün cavabımız C variantı. Sual 25. Mol sayları bərabər olan, yəni təqribən gəlin belə eləyək. Mol sayları bərabər olan karbon və kükürddən ibarət qarşının kütləsi 8,8 qramdır. Hər ikisinin mol sayına x deyək. Nə verib mənə? Verib karbon və kükürd. Yəni x mol karbon və x mol kükürd verilibdir. Və deyir ki, qarşının kütləsi 8,8 qramdır. Bu qarşıda karbonun kütləsini hesablayın. Dəyərli dostlar, əgər x mol karbon götürəcəksə, bunun kütləsi 12x qədərdir. Niyə? Karbon özü 12-dir, öndə də x var deyə. Əgər x mol daha doğrusu kükürt götürübsə, bunun kütləsi də 32x deməkdir. Bunların ikisinin bir yerdə kütləsi nə qədər elədir? 44x qədərdir. Və bizə deyib ki, bu kütlədə 8,8-dir. İndi 44x bərabər 8,8-də x də bərabər olacaq 2,2. X-in qiymətini tapdıq. Bizə deyir ki, karbonun kütləsini tapın. Dəyər dostlar, karbon kütləsi 12x qədər deyildimi? Və mən də burada x-in qiymətini aparıb burada yerinə qoysam, 12-ni də çırpışdırsam 2,2-yə, bu da eləyəcək 2,4 qram. Yəni düzgün cavabımız D variantı olacaq.